Bismillahirrahmanirrahim. Salam, hörmətli müsəlman bacı və qardaşlarım. Motivasiya və Dini kanalın izləyiciləri, hər birinizi xoş gördük. Bugün sizə sadəcə bir yağışdan deyil, mənəvi baxımdan xüsusi yeri olan və ildə cəmi bir ay ələ düşən Neysan yağışının suyundan danışacağıq. Bizim bu videoda əsas məqsədimiz Məfatihül Cinan kimi Mötəbər Dualar kitabında qeyd olunan bu mübarək suyun cismi və ruhi faydalarını sizinlə dürüst və səhih şəkildə bölüşməkdir. Mənbələrdə qeyd olunur ki, inan və ixlasla bu əməli yerinə yetirənlər inşallah həm fiziki ağrılardan, həm də qəlbi sıxıntılardan bir yüngüllük taparlar. Videonu sona qədər izləyin ki, bu şəfalı suyun hansı tarixlərdə yığılacağını, üzərinə oxunacaq xüsusi surə və zikirləri tam təfərrüatı ilə öyrənək və Allahın izni ilə bu ilahi rəhmətdən birlikdə necə faydalanacağımızı öyrənə bilək. Rəbbimiz Ənfal surəsinin 11-ci ayəsində buyurur: Göydən sizə su endirdik ki, sizi pak etsin və şeytanın natəmizliyini sizdən uzaq etsin. Qəlblərinizi möhkəm və qəlblərinizi dönməz etsin. Diqqət edin, bu su həm bədənimizin paçlığı, həm də ruhumuzun şeytani vəsvəsələrdən uzaqlaşmağı üçün bir nemətdir. Həzrəti Əli əleyhissalam isə buyurur: Göydən enən suyu için. Çünki bu su bədənləri pak edir və dərdləri aradan aparır. Sual yaranır. Bəs biz bu suyu necə əldə edək? Nisan suyu Rum təqviminin, yəni Bizans təqviminin 8-ci ayında yağan yağışdır. Məhz bu yağışın suyunun adı da Nisan ayında yağdığı üçün Nisan suyu veya Nisan yağışının suyu adlandırılıb. Bu dövr miladi təqvimlə hər il 12 aprel, 12 may aralığına təsadüf edir. Niyə məhz bu tarixlər? Allahın bizə bəxş elədiyi bütün fəsillər gözəldir. Amma bu aylarda, yəni aprel və may aylarında təbiət daha təravətli və füsunkar olur. Baharın bu gözəl günlərində birbaşa səmanın dərinliyindən süzülərək enən hər bir rəhmət damlası özü ilə bərabər yeryüzünə ilahi bir enerji və mənəvi bir şəfa gətirir. Elm təsdiq edir ki, bu vaxt hava təbii bitki tozcuqları ilə zəngindir. Lakin biz möminlər üçün bu su həm də rəhmət qapılarının açıldığı mübarək bir zamandır. Suyu imkan daxilində damların bacasından axan su deyil, birbaşa qabın içərisinə birbaşa göydən düşən damcılar şəklində təmiz qabları toplamağa çalışın. Unutmayın ki, suyun mənəvi saflığı ilə yanaşı, onun təmiz yığılması da sağlamlığımız üçün vacibdir. İndi isə ən mühüm məqama gəlib çatdıq. Kim bu yağışın suyundan təmiz bir qaba yığıb və onun üzərinə hər birini 70 dəfə olmaqla sadalayacağımız surə və zikirləri oxusa və sonra bu sudan içsə, inşallah cismində və ruhunda olan müxtəlif xəstəliklərdən qurtular. Sözü gedən surə və dualar bunlardır: Fatihə surəsi, digər adı Həmd surəsi, Ayətəl Kürsi, Kafirun surəsi, Əla surəsi, Fələq surəsi, Nas surəsi, İxlas surəsi. Hər birini 70 dəfə oxuduqdan sonra
aşağıdakı zikirləri də eyni sayda təkrar edirik. La ilahe illallah, Allahu Ekber, selavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Tesbihati erbe. Subhanallahi velhamdülillahi ve la ilahe illallah ve Allahu Ekber. Məlumatı dəqiq qeyd etmək üçün videonun bu hissəsini təkrar izləyə və yaxud ekranın şəklini çəkib yaddaşda saxlaya bilərsiniz. Əziz izləyicilər, unutmayaq ki, biz əlimizdən gələni edirik. Amma əsl şəfa verən yalnız uca Allahdır. Bu ilahi rəhmət fürsəti ildə cəmi bir dəfə qapımızı döyür. Bu videonu sevdiklərinizlə paylaşın ki, bəlkə sizin sayənizdə kiminsə qəlbi rahatlıq tapar və siz də bu gözəl işə səbəbkar olarsınız. Unutmayın, xeyrə səbəbkar olan o xeyri etmiş kimidir. Şərhlər bölməsini bir dua məclisinə çevirək. Bir-birimizə ya şafi yazarak və yaxud deyərək dua edək. Çünki müminin müminə qiyabi duası ən tez qəbul olan dualardandır. Əgər duaların və tarixlərin ardıcıllığını tam yadda saxlamaq istəsəniz, videonu təkrar izləyib qeydlərinizi götürə bilərsiniz. Allah hər birinizin dualarını qəbul eləsin. Mənəviyyatınız hər zaman təravətli qalsın inşallah. Salamat qalın. Esselamu aleykum və rəhmətullah.